əziz abituriyentlər, kanalımızın dəyərli izləyiciləri, bugün yenə DİM test toplusundan qrafik informasiyanın kodlaşdırılması bölməsinin 3-cü tapşırığın izahına baxırıq. Burada bizdən soruşur ki, qrafik redaktorlara aid deyil. Sual düzgün oxumaq lazımdır. Təlimə bunu oxuyan kimi elə başa düşürük ki, qrafik redaktorlar hansılardır? Sualını anlayır və cavabın səhv alınmasına gətirib çıxarır. Burada bizdən qrafik redaktorlara aid deyil olanları soruşur. Birinci bəndə baxırıq. Burada birinci MS Paint bu raster qrafikasına aid olan proqramdır. Adobe Freehand vektor qrafikasına aid proqramdır. Vektor qrafik redaktordur. Oracle verilənlər bazasıdır. OpenOffice Writer mətn redaktorudur. Deməli burada biz bunu götürürük. CorelDRAW vektor qrafikasına aiddir. Access BBC aiddir. TughPaint və PaintNet isə deməli raster qrafik proqramlarına aiddir. Deməli biz burada bunu götürmürük. Doğru variant deməli 2 və 4 olacaq.